2025 BMW X5 S-Drive 40. 10.000 mil probeglə maşın gedir. Bugün auksiyona gördüğünüz kimi restyling faralarla lazer leddir. 2025-ci start qiyməti $32.900. Qapıları bağlıdır, ağ salondur. Head-up display var. VIN kod burada qeyd olunubdur. Maşın sol tərəfdən tam zədəsiz. Arxadan da zədəsizdir. 3 motordur. Bugün auksiyondadır. Şimdi istəsə gözəl qiymət əldə eləmək olar. Ağalar, Genesis C70 2020-ci il 136.000 mil probeglə patpres dəyişilməlidir. Sol tərəfdə o belə bir iki dənə təsadüfü var. Sonra arxadan maşın təsadüfsüzdür. 2 motordur. Bir dənə burada batıqlar var, təmir olunacaq. Sol tərəfdən də qapının aşağısında batığı var. Salon qara dəri salondur. Lüku var. Salon isə bu vəziyyətdədir. Da şasi nömrəsi. Şimdi istəsə maşın bugün müzayidədir. Ağalar, Mitsubishi Outlander 2023'dür. Maşın 4 çəkəndir. 70.000 probegi, $7.500 maşın bugünkü müzayidəyə. Deməli, ön tərəfdən bir dənə krışqa lazım olacaq. Sol tərəfdənsə 2 qapı zədəsi ilə maşın girir müzayidəyə. Salona gəldikdə yan pərdə airbag, oturacağın airbagı partlayıbdır. 167.000 kilometr probegi. Bu da salonu. Panorama lüku da var. Kim istəsə maşın bugün müzayidədədir. Gözəl qiymətə müzayidən maşını sizlər üçün əldə eləyə bilərik. Gördüyünüz kimi all-wheel drive'dır. 4 çəkən, 4 təkərin 4-də çəkir. Ağalar, Hyundai Elantra N 2023 bedona rəng. Maşın deməli təsadüf bir ön tərəfindəndir, bir də sol tərəfindəndir. 2 motordur, 10.000 mil probeglə $7.500 maşın bugün girir müzayidəyə. Maşının ön tərəfdən yüngül təsadüfü var, bir dənə far asancaq, abilisovkası, buferi. Arxa tərəfindəki qapısında belə bir tızıqlı var. Arxadan təsadüfsüzdür, N komplektasiyasıdır, sport komplektasiya gedir bu. Sport diskləri, zavod səs sistemi, gördüyünüz kimi sport oturacaqları, lüku, hər bir şey var. Maşın bugün müzayidədə heç bir airbagı da partlamayıbdır. Kim istəsə əlaqə saxlasın, bugün gözəl qiymətə alaq maşın müzayidədən. Ağalar, Armada 2018-in Armadasıdır. Deməli, maşın $11.500 girir müzayidə, 112.000 mil probeglə. Dubayda təmir olunmuş maşındır. 360 kamerası, Distronic radarı. Gördüyünüz kimi. Maşın hal-hazırda heç bir təsadüfü yoxdur. VIN nömrə buradadır. VIN nömrə ilə vurub təsadüfinə baxa bilərsiniz. 360 kamerası var. Salon qara dəri oturacaqlarla təchiz olunubdur. Maşın 4 çəkəndir. Lüku var. Hazır maşındır. Bugün müzayidədə. Kim istəsə maşın axşam gecə müzayidəyə əlaqə saxlasın. Bunu müzayidədən gözəl qiymətə alaq. Polnu full komplektasiyadır maşın. 2024 BMW X5 motordur, 43.000 mil probeglə 146 dirhəm, hardasa $40.000 maşın gecə auksiyona. Polnu full komplektasiyadır, S-Drive da arxa çəkəndir. 360 kamera ilə təchiz olunubdur. Qapılar bağlıdır, qara salondur, head-up display var, panorama lüklə. Maşın heç bir zədəsi yoxdur, hazır maşındır. Oturdun, sürdün. Sağ tərəfdən, sol tərəfdən, hər tərəfdən zədəsiz. Ağalar, Nissan Armada 2020-nin Armadasıdır. 85.000 mil probeglə, $10.000 maşın girir müzayidəyə. Polnu full komplektasiya, 360 kamerası, radar parktroniki. Sol tərəfdən maşın belə bir təsadüfü var. Krilo lazım olacaq, təmirə də yararlıdır. Bir ədəd qapı lazım olacaq, yan güzgüsü. Salona gəldikdə rulun, yan pərdə airbag, oturacağın airbagı partlayıbdır. 4 çəkəndir, lüku var. Gördüyünüz kimi 2020. Bu da arxa oturacaqları. Geniş belə bir arxa oturacağı var. Maşın bugün müzayidədə. Kim istəsə əlaqə saxlaya bilər. SL komplektasiya iləndir. Ağalar, Infiniti GX80 85.000 mil probeglə $5.500 maşın girir müzayidə, 360 kamerası, 4 çəkəndir. Maşın ön tərəfdən çatışmayan detalları var.
Salondan ağdəri salondur, heç bir airbag atmayıbdır. Lüku var. 4 çəkəndir. Maşın bu gün müzayidədə, gözəl qiymətə müzayidədən bunu almaq olar. Şasi nömrəsi burada qeyd olunubdur. Arxadan da ki maşın təsadüfsüzdür. Bedonarək maşındır. Kim istəsə maşın bu gün müzayidədə, gözəl qiymətə müzayidədən alaq bunu sizlərə. Ağalar, Armada 2017-ci ildir maşın. Maşın 1700 dollardan girir müzayidəyə. 89.000 mil probeglə 360 kamerası var, radarı var. Təsadüfsüz maşındır. Bedona rəngdir. Qara dəri salonla, lüku var, 4 çəkəndir. Arxa tərəfdən maşında heç bir təsadüf yoxdur. Gördüyünüz kimi hazır, gözəl maşın.